Salam, hər vaxtınız xeyirli və uğurlu olsun. Bizim Səda bu saat olan buraxılışı ilə efirdədir. Diqqətiniz bütövlükdə bizdədirsə, onda başladıq. Bizim kollektivimiz ki var, çox yaxşı kollektivdir. Üzlərinə tərifləmək kimi çıxmasın, hər biri elə bir od parçasıdır. Bəli, həm bir-birinə, eləcə də ətrafdakılara qarşı canıyananlıq, həm də işində çalışqanlıq mənasında. Birimizin ayağına tikan batsa, hamımızın gözündən yaş gələr. Eləcə də sujetlər barədə. Elə ağzını açıb bir fikir söyləməyə bəndilər. Hətta hər fikirdən bir mövzu çıxarıb işləməyi də bacarırlar. Bu da təbiidir, axı bizim işimiz maarifləndirmək, məlumatlandırmaqdır. Bu məsələdə onlarla tam razıyam. Axı istənilən məqamda maraqlı bir nüans tutmaq mümkündür. Lap elə götürək mahnı oxumağı, ya da sadəcə danışmağı. Heç uzağa getməyək. Şəxsən mənə hər zaman maraqlı olub ki, axı necə və nəyin sayəsində biz danışa bilirik? Ümumiyyətlə səs nədir və o boğazımızdan necə çıxır? Hələ bəzilərinə deyirlər ki, burnunda danışır. Görəsən bu hala səbəb nədir? Əgər sizi də bütün bu suallar düşündürürsə, onda diqqətiniz xumarda olsun. Onun növbəti araşdırma obyekti məhz bu mövzu, yəni səs tellərimizdir. Necə nəğmə qoşum, necə dinlənim, dost gedib özümə gələ bilmir. Bəzi hallarda ucadan danışanda və yaxud da mənim kimi ucadan mahnı oxuyanda səs tellərimizə zərər veririk və təbii ki, bu halda səsimiz batır və dərhal əczaxanaya gedib dərman alırıq. Səs və səs telləri insan orqanizmi üçün ən vacib elementlərdəndir. Boğazda yerləşən bu telləri gücə saldıqda isə xoşagəlməyən hallarla rastlaşırıq. Məsələn, qışqırmaq, uzun müddət danışmaq və mahnı oxumaq səs tellərinə mənfi təsir göstərir. Sənsiz keçməz ömrüm bir sən gül, sən gül, hər sevən Həmçinin qış aylarında geniş yayılan qrip və boğaz ağrısı səs batmasına birbaşa təsir göstərən amillərdəndir. Bəs görəsən paytaxt sakinləri səslərində problem olan zaman bundan necə qurtulurlar? Sirop aldıq aptekdən də qəbul etdikdən sonra, müəyyən zaman keçdikdən sonra keçdi. Yumurta içmək lazımdır. Qaynar süd yaxşıdır boğaza, balla götürsən, ya sarı kök yaxşı, təmiz sarı köklər, ondan istifadə eləmək. Qırtlağın içində tiroid qığırdağının arxasında sağda və solda 2 dənə olan və səs telləri adlandırılan bu orqanlar əslində tellərdən deyil, incə toxumalardan ibarətdir. Sinir yolları vasitəsilə hərəkət edən səs telləri səsin əmələ gəlməsi zamanı bağlanır, nəfəs alma zamanı isə açılır. Mütəxəssislərin fikrincə burada hər hansısa problemin yaranmasına bir neçə səbəb ola bilər. Səs telləri bizim boyun nahiyəmizdə yerləşən bir cüt orqandır ki, onlar bir-birlərinə səs çıxardan zaman sürtünürlər. Yəni fonasiya zamanı sürtünürlər və bu zaman bəhkdən danışan zaman, qışqıran zaman insanın səs telləri bir-birlərinə çox kobud şəkildə sürtünür və həmin yerlərdə səs tellərinin üzərini kaplayan, üzerini örtən mukoza, yəni seyirli qişə zədələnmiş olur, qansızmalar əmələ gəlmiş olur və səsin kobud çıxmağına səbəb olur. Səs tellərini zəiflədən faktorlar bununla bitmir. Belə ki, yaşadığımız mühitin quru havası onları gücdən sala bilər. Kondisioner işləyən otaqda, avtobusda, təyyarədə uzun müddət qalmısınızsa, o zaman səsinizin batmasına başqa izah axtarmağa ehtiyac yoxdur. Nə günlərə qaldım, öz cəzandır çək balar, hamının üzü döndü, axır qaldın tək balaş. Səs ilə ən çox işləyənlər isə əlbəttə ki, müğənnilərdir. Səhnəmizin opera ifaçısı Fərid Əliyev də səs tellərini qorumağın vacib olduğunu vurğulayaraq, buna hər zaman riayət etdiyini deyir. Mən hesab edirəm ki, səs telinin dərmanı yuxudur. Yuxu və dincəlmək, susmaq. Çox insan görürsünüz ki, müğənnilər əsasən ifadan qabaq özgülərini öskürdülər. Belə, o həqiqətən eləmək olmaz. Yaxşısı odur ki, çox-çoxlu udqunmaq və mənə elə gəlir ki, o ilə düzələr. Araşdırmalara görə mədə-bağırsaq sisteminin xəstəlikləri zamanı da səs tellərində problem yarana bilər.
Belə ki, mədə turşuluğunun yüksəlməsi bu tellərə birbaşa təsir edir və səs qalınlaşır. Bu ən çox səhərlər müşahidə edilir insanlarda. Səhər yuxudan duran zaman səsin qalın olması, boğazda yad cisim hissiyatı, sanki boğazın içində bəlğəm yığışmış bir hissiyat ola bilir. Bu da yəni mədə ilə bağlı olan bir problem nəticəsində olur. Səs tellərini zəiflədən səbəb çox olsa da bundan çıxış yolu da az deyil. Ev şəraitində edə biləcəyimiz bir çox üsullar var. Lakin bunun üçün də səs batmasının səbəbini müəyyənləşdirmək lazımdır. Odur ki, həkim nəzarətindən keçmək mütləqdir. Bundan sonra təbii qidalarla səs tellərinizin müalicəsinə başlaya bilərsiniz. El dili ilə desək, dədə-babadan qalma türkə çarələr daha çox köməyimizə çata bilər. Necə? Gəlin yoxlayaq. Cəhd edin, nəticəni mütləq özünüzdə görəcəksiniz. Elə mənim kimi südü bal ilə qarışdırıb içmək, zəncəfil çayı, duzlu su ilə qarqara, antibakteriya xüsusiyyəti olan yağlar, sarıkök, soğan, sarımsaq və sirkəli su səs batmasının qarşısını almaq üçün ən xeyirli vasitələrdəndir. Səsimizin hər zaman qaydasında olması diləyi ilə Xumar Kərimli, Bağır Kərimov, Lider TV. Bu musiqi ki var, dipsiz quyudur. Yox, üzr istəyirəm. Musiqinin vəsfinə belə ifadələr yaraşmır. Onu yalnız hüdudsuz ünvanla, duyğu dəryaları ilə müqayisə etmək mümkündür. Axı ömrümüzün istər şad, istərsə də çətin məqamlarında. Bir sözlə, hər halımızda duyğularımızın tərcüməçisi olur musiqi. Musiqilər eyni zamanda həm ruhumuzu dinləndirməyə, həm də düşündürməyə qadirdirlər. Düşündürən musiqi dedikdə isə ağla ilk gələn caz olur desəm, yəqin ki, yanılmaram. Caz dünya musiqi xəzinəsinə misilsiz incilər bəxş edib. Təsadüfi deyil ki, məhz bu janrda yaradan musiqiçilər ecazkar ifaları ilə adlarını tarixə qızıl hərflərlə yazdıra biliblər. Kimlər var bu səhifələrdə? Bir bilsəz. Caz onun ifaçılarından və tarixindən daha dolğun və hərtərəfli məlumatı isə sizə mən yox, Adil verəcək. Siz də bu sehirli aləmin bir parçası olmaq istəyirsinizsə, yaxın əyləşin və sujetimi diqqətlə izləyin. Cazı yaranandan etibarən qara dərli musiqiçilərdən ibarət ansambllar ifa edərdi. 20-ci əsrin əvvəlində isə Birləşmiş Ştatların qara dərli əhalisinin cənubdan şimala köçməsi ilə əlaqədar görkəmli caz musiqiçiləri New Orleansdan Chicagoya gəlirlər. Sonradan isə bu musiqi diqqətləri özünə cəlb edərək tədricən bütün dünyaya yayılır. Nəinki 20-ci illərin. Bütövlükdə caz tarixinin ən görkəmli musiqiçisi zənci Louis Armstrongdur. Onun virtuoz turbada ifa etmək məharəti, eləcə də nadir, bənzərsiz səsi indiyədək caz ifaçıları üçün bir növ etalon sayılır. Bright blessed days, dark sacred nights, and I think to myself, what a wonderful world. 30-cu illərin əvvəllərində caz tarixində baş verən daha bir mühacirət dalğası bu dəfə Chicagodan New Yorka yeni swing üslubunun yaranmasına gətirib çıxardır. Swing kralı, klarnet ifaçısı Benny Goodman, tanınmış piyanoçu və bəstəkar Duke Ellington və istedadlı trombon çalan Glenn Miller o illərin ən məşhur bing bəndlərinə rəhbərlik edirlər. Biz də caz fanatıyıq. Əksər Avropalılar kimi bizim də həyatımızda cazın xüsusi yeri var. Hətta İtaliyanın caz orkestri bu yaxınlarda Bakıda da olub. Caza bizim ailədə hər kəs qulaq asır. İnanın ki, bu həqiqətən də əsrarəngiz musiqidir. Şəxsən mən özüm Louis Armstrongun fanatı olmuşam. Gözəl müğənni, cazın birinci ledisi Ella Fitzgerald da big bəndlərin birində çıxış edir. Ecazkar səsi və improvizələri bugünədək caz musiqisinin əlçatmaz zirvələrindən hesab olunur. 30-cu illərdə eksperiment xarakterli bebop üslubu yaranır. Burada əsas diqqət müxtəlif alətlərin solo ifasına yetirilir. Məşhur saksafon ifaçısı Charlie Parker və turba çalan Dizzy Gillespie bebopa dünya şöhrəti gətirirlər.
Növbəti illərdə isə melodiyası və mülayim xarakteri ilə seçilən cool jazz, yəni sərin caz üsulu meydana gəlir. Truba çalan Miles Davis orkestri elektron alətlərlə zənginləşdirir. Tanınmış pianoçu Dave Brubeck yeni üslubu ilə 70-ci illərdə Qərb sahilinin cazının əsasını qoyur. Avropa musiqisinin bir çox əlamətlərindən yaradıcılıqla bəhrələnən pianoçu burada Afrika musiqisinin hərarətli ritmlərinə də yer verir. Növbəti illərdə isə Art Blakey hard bopu yaratmaqla caz tarixinə yeni bir töhfə verir. Caz mənim çox sevdiyim musiqi janrıdır. Demək olar ki, hər gün qulaq asıram. Bilirəm, sizin ölkənizdə də bu musiqiyə maraq böyüdür. Jerry Mulligan, Chet Baker, Bir çox məşhur cazmenləri dinləyirəm. Bu musiqiyə o qədər vurğunam ki, demək olar ki, dostlarımın çoxu caz ustalarıdır. the big. Bu illərdə fusion və ya jazz rock üslubu meydana çıxır. İlk nümayəndəsi Miles Davis'in 1970-ci illərdə buraxdığı Business Brew diski isə indiyədək caz tarixində ən böyük kommersiya uğuru qazanmış albom hesab olunur. Sonraki illərdə gitaraçı George Benson, pianoçu Chick Corea, Jan Hammer, skripkaçı Jean-Luc Ponty və başqaları caz musiqisinin ağırlığını öz çiyinlərində daşıyıblar. Həmyerlimiz Vaqif Mustafazadə isə Azərbaycanın tarixi muğamı ilə cazın sintezindən yeni caz muğam hərəkatı yaratdı və bu hərəkatla da Vaqif Mustafazadə dünyanın ən məşhur cazmenləri sırasında özünə yer tapdı. Adil Rasimoğlu, Bağır Kərimov, Lider TV. Film izləməyi sevirsinizmi? Şəxsən mən əsl kinomanam. Kinonu vaxt itkisi hesab edənlər, bir filmi ərsəyə gətirmək üçün nə qədər zəhmət çəkildiyindən xəbəriniz varmı? Texniki işlər, aktyorların zəhməti bir yana, çəkilən hər bir epizodun detallarına qədər diqqətlə işləndiyini bilirdinizmi? Ən çox hansı filmləri sevdiyimə gəlincə... Təbii ki, tarixi mövzulu, psixoloji triller və dedektiv filmlərə daha çox baxırsan. Elədir Türkan, hardan bildin? Hiss olunur. Amma mən şəxsən daha çox klassik əsərlərin ekranlaşmasına, komediya və fantastik filmləri seyr etməyə xoşlayıram. Türkan, elə bizim Babək də deyəsən daha çox fantastika həvəskarıdır. Niyə belə düşünürsən ki? Çünki iki ayaqlı bir başmağa diriyib ki, insan dərisi güllə keçirməzdir. Səni qınamıram, ay Babək. Baxdığın filmlərin təsirindəndir. Yox Adil, burada səhvim var. Babək düz deyir. Hətta bununla bağlı araşdırma da aparıb. Sübuta yetirib ki, doğrudan da dərini güllə keçirməz etmək olar. Nə deyirəm? Babək, tək ki, sən deyən olsun. Eləcə gəlin, birlikdə baxaq. Hər kəs yaxşı bilir ki, insan yaşa olduqca dərisi tərəvətini itirir. Nəticədə isə qırışlar əmələ gəlir. Bəs bədənimizin xarici örtüyü olan dərimizin güllə keçirməz ola biləcəyini necə? Bilirdinizmi? Heç də xoş olmayan qırışlar daha çox üz və əl nahiyəsində müşahidə olunur. Dərinin qocalma prosesi isə cinsi yetkinlikdən sonra başlayır. Qocalma eliksiri hələ də alimlər tərəfindən tapılmadığı üçün hər kəs artıq 17-18 yaşından dərsinə qulluq etməlidir. 25-30 yaşlarından sonra isə dərinin qocalması sürətləndiyi üçün xüsusi vasitələrdən istifadə edilməsi vacib hesab edilir. Dəri hüceyrələrinin tam şəkildə yenilənməsi 26-28 gün ərzində baş verir. Buna görə də dəriyə qulluq edilməsi üçün istifadə edilən kosmetoloji vasitələrin effekti də çox tez olmur. Bu effekt yalnız köhnə dəri hüceyrələrinin yeni hüceyrələrlə tam şəkildə əvəz olunmasından sonra baş verir. Bəs gəlin görək şəhər sakinləri ümumiyyətlə dərilərinə qulluq edirlərmi? Dərini sağlam edici, qoruyucu kremlər olur. Onlardan ən çox istifadə edirəm. Üz qırxandan sonra nəsə kremdən istifadə etmək olar. Dərini yumşaltmaq üçün. Kremlərdən falan belə üsullarla qulluq edirik də. Təbii vasitələrdən istifadə edirsiniz? Təbii vasitələrdən də eləyirik, amma əsas kremlərdən eləyirik də. Çünki ondan eləyəndə ondan daha üstünlük təşkil eləyir. Kremlərlə eləyirik də. Dəri eyni zamanda orqanizmin mühüm qan deposu kimi də fəaliyyət göstərir. Onun kapilyarlarında 1000 ml-dək qan yığıla bilər. Həmçinin dəri toxumalardan artıq su itkisinə mane olur və bədənin temperatur tənzimində mühüm rol oynayır. Bax
Peki sən nə edirsən? Heç nə Günür, elektrik hazırlamaq niyyətindəyim. Qocalmaq istəmirəm. Sən burada qocalmaqdan danışırsan. Alimlər isə sanki dünyanı tutub qalmaq istəyirlərmiş kimi güllə keçirməz dərinin sirrini tapıblar. Necə? Bəli, düz eşitdiniz. İlk eşidəndə mən də inanmamışdım. Deməli, dərimiz aldığımız zədə və zərbəyə davamsız olduğu üçün bəzən aldığımız yüngül xəsarətlərdən həyatımızı belə itirə bilirik. Məhz bu səbəbdən də alimlər uzun zamandır insan dərisini daha möhkəm edəcək bir formul axtarışında idi. Uzun sürən axtarışlardan sonra Hollandiyalı elm adamları dərimizi nəinki möhkəm, hətta gülləyə dözümlü hala gətirəcək bir formul tapdılar. Belə ki, alt dəri təbəqəsi ilə üst dəri arasına şprislə yeridilən hörümçək torunun gülləyə qarşı poladdan 10 dəfə dayanıqlı olduğu aşkar edilib. Məqsəd burada sadəcə güllədən qorunmaq deyil, məqsəd insanların avtoqəzalar vaxtı, insanların yanğın vaxtı, müxtəlif hadisələr vaxtı, alpinistlər üçün istəsə ondan xüsusi müdafiə funksiyası, yəni brownlaşdırılmış bu deməli jilet formasında və yaxud müxtəlif dərinin altına yeridilməklə bu eksperiment həyata keçirilmişdir və nəticə müsbət olmuşdur. Ancaq gələcək elm deməli bunu özünü sübut edəcək və mövzu olaraq hələlik indiki dövrdə araşdırmaların mövzusudur. Gördüyünüz bu ateş güllə keçirməz insan dərisinin üzərinə normal insan dərisi qoyulduqdan sonra açılıb. Nəticədə isə insan dərisinin güllə keçirməz olduğu sübut olunub. Görüntülərdən belə nəticəyə gəlmək olur ki, hörümçək toru və geni dəyişdirilən keçirin südündən hazırlanan bu süni dəri transplantasiya olunandan sonra insan güllə keçirməz olmaqla yanaşı qəza və təbii fəlakətlərdən də sağ çıxmaq şansı qazanır. Belə görürəm ki, fantastik filmlərdə gördüyümüz qəhrəmanlar gələcəkdə elə özümüz olacaq. Həmin zamana qədər isə çalışın özünüzə və dərinizə yaxşı baxın ki, dəriniz cavan və təravətli qalsın. Babək Zeynal, Nurlan Şahbazov, Lider TV. Türkan, çənədən saz deyə bir söz birləşməsini eşitməmiş olmazsan. Adil, məsələnin məğzindən xəbərsiz olanlar indi simli alətlə bədən üzvü arasındakı əlaqəni tapmağa çalışacaqlar. Hörmətli tamaşaçılar, özünüzü çox da yormayın. Bu söz danışmağı dinləməkdən çox xoşlayan adamlara aiddir. Türkan, bir sözdə deyəcəm, amma incimə məndən. Adətən belə bir fikir irəli sürülür ki, çənədən saz olanlar qadınlardır. Düzdür, mən də elə eşitmişəm, amma qətiyyən razı deyiləm. Çünki siz kişilərin arasında elələri var ki, çənələri əməlli başlı sazdır. Neysə, Türkan, sən də bir himə bənsən. Xülasə, yəqin ki, başa düşdünüz, bu çənə söhbətini açmağımın bir səbəbi var. Səbəbkar isə demək olar ki, ən işlək bədən üzvü haqqında sujet hazırlayan könüldür. Elə isə gəlin sizli bizli həmin materialı izləyək. Sizcə insanların üz quruluşları niyə fərqlidir? Və simamızda ən diqqət çəkən nahiyyə hansıdır? Yəqin gözlərimiz deyəcəksiniz. Əsla elə deyil. Gün ərzində demək olar ki, iştək vəziyyətdə olan çənəmiz simamızın ən diqqət çəkən nahiyələrindəndir. Buna görə də hər kəs istəyir ki, eyibsiz, qüsursuz çənəsi olsun. Bunun üçünsə lazım olmadığı plastik əməliyyatlara üst tuturlar. Lakin bəzən istəmədiyimiz halda da plastik əməliyyata getməli oluruq. Buna səbəb isə çənə aparatımızın yaxşı işləməməsidir. Zamanla müxtəlif səbəblərdən çənəmiz sözümüzə baxmır. Ya əsməyə başlayır, ya da ki, alt və ya üst çənədə deformasiyalar müşahidə olunur. Bu zaman əməliyyat etmək zəruriyyəti yaranır. Əməliyyat nəticəsində ya alt çənədə, ya üst çənədə və ya hər iki çənədə eyni vaxtda aparılan cərrahi əməliyyat nəticəsində normal diş düzülüşü bərpa olunur və çənənin quruluşu, eyni zamanda insanın üzündə olan habitusu, xarici görünüşü tam yerinə doğru bərpa olunur. Düzələr də doktor, hansı dövrdə yaşayırıq? Həkimlərin qızıl əllərinə düşməyə bənddir. Əvvəl defekt olan yerdə, sonra effekt görürük. Üz quruluşu ürəyimizcə olanda isə başlayırıq özümüzdən razı-razı danışmağa. Bir sözlə, boş boğazlıq edirik. Yəqin çənədən saz məsələni eşitmişsiniz də. Bu sözlər çox danışanlara aiddir. Sizcə çox danışanlar kimlərdir? Təbii ki, biz xanımlar. Elə Azıq mağarasında tapılan ən qədim qadın çənəsi də bunu bir daha sübut edir. Yəqin o da mənim kimi çənədən saz olub, axırda da çənəsini itirib. Alt çənənin önə və ya əksinə, geriyə doğru olması
dişlərin düzülüşünü korlayır. Bu səbəbdən də ağız aparatımız yaxşı işləmir və çeynəmə prosesində çətinliklər yaşayırıq. Belə hallar isə bu anadan gəlmə və yaxud hər hansı bir qazanılmış travma nəticəsində alt və üst çənənin normal pozisiyada yerləşməməsi, alt və üst dişlərin düzülüşünün üst-üstə düşməməyi ilə eyni zamanda hər hansı bir inkişaf qüsuru nəticəsində alt çənənin və ya üst çənənin normal pozisiyada yerləşməməsi, ya üst çənənin həddən artıq arxada olması, batıqlıqda olması və yaxud alt çənəyə nisbətən öndə olması qeyd etdiyimiz deformasiyalar vardır. Psixoloqların fikrincə tam olmasa da insanın üz quruluşuna görə onun xasiyyəti haqqında fikir söyləmək olar. İki çənəyə malik olan insanlar çox inatçıl insanlar olur, çılğın insanlar olur, yəni əsəbi insanlar olur. Ondan sonra bucaq şəklində olan çənəyə malik olan insanlar, yəni 4 bucaq, 3 bucağa bənzər çənəyə, bunlar da çox nazlı insanlar olur, çox götür-qoy eləyirlər. Yəni bir qərarı verəndə həmən qərar vermirlər, biraz düşünürlər, götür-qoy eləyirlər bundan sonra. Bir də bir çənə quruluşu var, çox maraqlı, ikiyə ayrılmış çənə. Çox vaxt insanlar özlərində, yəni bunu müşahidə eləyir ki, bizdə çənəm ikiyə ayrılmış, ortadan ikiyə ayrılmış çənə. Bu çənəyə malik olan insanlardan, yəni onlar avtoritarlığı çox sevirlər. Yəni hər şeydə biz olaq üstün. Yəqin bu xasiyyət müəyyən etmə üsulu əməliyyatdan qabaqki formamıza aiddir. Əks halda əməliyyat da onun canı deyib, bıçağın altına girməklə də olsa gündə bir görkəm alardı. Psixoloqların fikrincə, çənə quruluşuna görə mənim xasiyyətim inatçıl və çılğındır. İnatçıl olmağımla bağlı mən razıyam. Çünki hər zaman istəyirəm ki, dediyimi həyata keçirim. Amma bax, çılğın olduğumla bağlı heç də razı deyiləm. Çünki mən əminəm ki, mənim damarlarımda qanım çox sakit dövran edir. Könül qızı Rəşad Məmmədov, Bağır Kərimov, Lider TV. Bizim Adili tanıyırsınız da. Tərifləmək kimi çıxmasın, canlara dəyən oğlandır. Yaxşı da Türkan, başlama görə yalandan, canlara dəyən oğlandır. Yalan niyə olur? Yoxsa elə deyilsən? Neysə, sözünün Mustafasına keç. İndi birdən-birə niyə məni tərifləyirsən? Niyə belə deyirəm? Çünki bilirəm. Deyim siz tamaşaçılar da bilin ki, biz onunla həm iş, həm də yol yoldaşı olmuşuq. Adamın adamlığı isə harda bilinir? Bir darda, bir yolda, bir də məclisdə. Atalarımızın deyimi var ha, çox gəzən çox bilər deyə. Adil də bu deyimi özünə rəhbər seçərək gəzib bilgi, məlumat toplamağa çalışır. Türkan, öyrənmək, bilmək, gördüklərini lentin yaddaşına köçürüb, izləyicilərə təqdim etmək biz jurnalistlərin birbaşa borcudur. Düzdür. İnsanları məlumatlandırmaq, maarifləndirmək bizim Səda kollektivinin başlıca vəzifəsidir. Elə Adil də həm öyrənir, həm də öyrədir. O bu dəfə də üz tutub Qobustana. Maraqlıdır. Düzünü deyim, elə mənim özümə də. Elə isə diqqət ekranlara. Bu dəfə bizim Sədanın çəkiliş qrupu olaraq yolumuzu Azərbaycanın və Abşeronun ən qədim tarixi məskənlərindən biri olan Qobustandan saldıq. Məqsədimiz isə Qobustan qaya üstü rəsmləri və məşhur qaval daşı barədə sizlərə daha ətraflı məlumat verməkdir. Minilliklərin tarixi bizi gözləyir. Gedək. Qobustan çoxlu qobusu, daşı, qayası olan yer deməkdir. Digər tərəfdən bu sözün Gavistan, yəni farscadan tərcümədə öküzlərin diyarı və ya kəbristan, yəni oda sitayiş edənlərin məkanı kimi tərcümə olunduğunu deyənlər də var. Buranın flora və faunası, ərazidəki yaşayış yerləri barədə məlumat toplamaq üçün əvvəlcə üz tutduq Qobustan Tarix Muzeyinə. Ayrı-ayrı qayalara aid daş nümunələri, ilk insanın maketini burada görmək olar. Növbəti zalda isə Qobustanın vəhşi təbiəti bir növ belə desək, öz əksini tapır. Marallar, canavar, tülkülər, çöl donuzu və digər heyvanlar. Onu da mənə məlumat verdilər ki, 2015-ci il yay Avropa oyunları ilə əlaqədar elə bu məkanı minlərlə turist səyahət edəcək, ziyarət edəcək. Bəli, budur Azərbaycan tarixi. Daş dövrü insanlarına aid mağaralar, qaya altı sığınacaqlar və onların əmək alətlərinə baxmaq isə insanı sanki 10-15 min il keçmişə aparırdı. Muzey ilə tanışdıqdan sonra isə bizi qədim qayalar, daş səlnamələr gözləyirdi. Adama elə gəlirdi ki, 3 kilometrə yaxın bir məsafəni qət edib, sanki qədim daş dövrünə düşmüşük. Havası da çox xoşdur.
Biz dəniz səviyyəsindən nə az, nə çox, düz 180 metr hündürlükdəyik və buradan Xəzər dənizi arasında olan məsafə isə 5 kilometr təşkil edir. Qoruğu əsasən 3 böyük dağ, Böyükdaş, Kiçikdaş və Çingirdağ əhatə edir. Həm Sovetlər dönəmində, həm də müstəqillik illərində burada saysız hesabsız arxeoloji qazıntı və tədqiqatlar aparılır. Nəticədə 750 qaya üzərində döymə, qazma və sürtmə üsulla çəkilmiş 3500-dən artıq insan və heyvan rəsmi 20 qayaaltı sığınacaq aşkar edilir. Bəzi alimlər iddia edirlər ki, məhz bu təsvirlərin hər biri onların dini inanclarından irəli gəlir. Bəziləri isə bütün bunları ilk insanların yaşayış tərzinə əlaqələndirirlər. Elə burada ziqzaqvari işarə haqqında istəyərdim sizə danışım. Bu işarənin özü isə bir növ yağış damcılarını necə deyərlər, ehtiva edir və eyni zamanda bildirir ki, o vaxt insanlar bolluq, bərəkətə çox inanarmışlar. Elə burada ovçu rəsmləri də var. Gördüyünüz kimi əllərində kaman və bu qədim insanların ovçuluqla məşğul olmasına bir növ işarədir. Böyükdaş dağındakı Ana Zağa və Ovçular Zağası mağaraları haqqında isə qoruğun direktoru Məlahət Fəracova məlumat verdi. 2 dənə öküz təsviri, qadın və oğlan, 2 keçi üz-üzə baxarkən, deməli burada mövzu həmin o tayfanın bolluq, onun həyatını davam etdirici bir məqsədlə həkk olunmuş rəsmlərdir. Baxanda demək olar ki, həmin tayfa bir növ daha imkanlı, daha varlı bir tayfa olub. Çünki onların öküzləri, keçiləri, zəngin həyatı öz əksini tapır. Onlar bu fərziyyə kimi əlbəttə ki, buna belə yanaşmaq olar. Amma bu hardasa, necə sizə deyim, müqəddəs bir yer kimi idi və burada gəlib sitayiş edirdilər. Hətta hardasa demək olar ki, burada necə kəbin kəstirilən yer kimi, bir növ nigah yeri kimi adlandırmaq olardı. Çünki burada ancaq 2 deməli təsvirlər siz görürsünüz. Həm antropomorf, həm də zoomorf təsvirlər. Deməli, həm insan, həm heyvan təsvirləri. Cütlük təsvirləri. Qobustan qayaüstü rəsmlərinin şahı isə yallı gedən insanların təsviridir. Bu təsvir həqiqətən də nəinki Azərbaycanımızda, Qafqazda, eyni zamanda dünyada məşhur olan bir təsvirdir. Qeyd edim ki, Qobustanda olan qayaüstü rəsmlərin üzərində olan bu yallı rəsminin təsvirinin yazılması, ora həkk olunmasının tarixi nə az, nə çox, düz 10.000 illiklərlə ölçülür. Bu rəqs vaxtı ilə qəbilənin estetik zövqünü təmin etməklə yanaşı, həm də bircə ov zamanı hədəfə hamlıqla bir anda zərbə endirməyə kömək edirdi. İbtidai musiqinin ifa olunduğu alət, qabaldaşından isə növbəti reportajımızda danışacağıq. Yekunda onu demək istərdik ki, buradakı rəsmlər sanki qədim Qobustanlıların həyatı haqqında səhifələrin daşlaşmış albomudur. Adil Rəsimoğlu, Ziyallah Yarov, Lider TV, Qobustan. Əsl kinoman olduğumu sizə bir dəfə dedim. Bəli, kinoman özü də ta uşaqlıqdan. Ən sevimli filmim isə Bir qalanın sirri idi. Elə mənim də. O zaman bu filmi izləyərkən Elşəni, Hadını özümə nümunə götürürdüm. Onlar qədər ağıllı, cəsur və bir o qədər də sevilən olmaq istəyirdim. Adil, ümumilikdə bu filmin tərbiyəvi əhəmiyyətləri çoxdur. Sadaladıqca bitməz. Ancaq orada bir personaj var ki, ondan həqiqətən də qorxurdum. Bu da Göygöz Kosaydı. Elə mənim də. Hətta onun sayəsində xeyli müddət, yəni necə deyərlər, ağlım kəsinə kimi Göygöz insanlardan da əməlli başlı uzaq gəzirdim. Yeri gəlmişkən, eşitmisən, deyirlər Göygöz dişləri seyrək insanlarda güclü nəzər, yəni gözə gətirmə xüsusiyyətləri olur. Elə isə əminəm ki, sıradakı süjetimiz nəzərə inananlara da, elə inanmayanlara da maraqlı gələcək. Odur ki, yaxın əyləşin, əməkdaşımız Elmiranın təqdimatındakı video materialı bir yerdə izləyək. Hamımızın
başına gəlib. Geyinib keçinirik, harasa getməyi istəyirik. Birdən nəsə xoşa gəlməz bir hadisə baş verir. İzahatımız dərhal hazırdır. Bizə kiminsə gözdəyib. Bəs görəsən gözdəyimə həqiqətənmi var və insanlar buna inanırmı? Gözə inanıram, başıma gəlib. Ona görə də inanıram da. İnanıram ki, göz var, göz dəyir adama. Elə şeylərdən sonra adam özünü pis eləyir, baş ağrıyır, halsız olur. Göz nəzəri var, düzdür. İnanıram. Hətta ananın balaya gözü dəyir. Elə bir atalar sözü vardı, istədiyindən. Var, gözə nəzər var. Qorumaq lazımdır ancaq. İnsanların gözləri çox şeyə qadirdir. Onlar həm müsbət, həm də mənfi şüalar yaya bilir. El arasında bu hadisəyə gözdəymə də deyilir. Nəzər daha çox işində uğur qazananlara, qiymətli əşya, mal-mülk sahiblərinə dəyir. Ümumiləşdirsək, gözəl nə varsa onlara daha çox gözdəyir. Gözdəymə zamanı insanlar öz gözündə olan, fikrində olan enerji ilə başqasının enerji sahəsinə zərbə yetirmək. Bu, yəni hər gün bütün insanlar bir-birinə baxanda gəl, paxıllıqla, həsəd hissi ilə və yaxud mənfi bir fikirlə, mənfi niyyətlə baxırsa qarşıdakı tərəfə, öz enerjisi, negativ enerjisi ilə həmin insana zərbə yetirmiş olur ki, buna da gözdəymə və yaxud bədnəzər deyilir. Gözdəymədə bədənə yönələn mənfi şüalar insan orqanizminin nizamı kimi qəbul edilən bioritmi, yəni insanın təbii tarazlığını pozur. Nəticədə insanlarda əldən düşmək, halsızlığı müşahidə edilir. Rusiyada aparılan araşdırmada sübut edilib ki, bu şüaların doza və nisbəti insanların acıqlı, əsəbi, həyəcanlı və qısqanc hallarında daha da artır. Güclü gözdəymə zamanı insan çox ani olaraq özünü itirə bilər. Ürək bulanması, qusma kimi əlamətlər baş verə bilər. Baş ağrısı, halsızlıq, insanın sanki huşunu itirə bilməsinə qədər gedib çıxan hadisələr baş verə bilər. Və xüsusən uşaqlarda bu gözdəymədən sonra uzun müddətli ağlamaq, çığırmaq, rahatsızlıq da olmaq, iştahsızlıq, yeməkdən qalma bu kimi əlamətlər baş verə bilər. Dünyanın bir çox xalqlarında gözdəyimi ilə bağlı müəyyən adətlər, inanclar var. Nəzər haqqında müxtəlif dövrlərdə danışılıb və ondan xilas olmağın yolları axtarılıb. Gözdəymədən nəzərdən qorunmaq üçün bir neçə üsullardan istifadə olunur. Onlardan biri də eləməz göz muncuğudur. İnanclara görə göz muncuğu evinin daha çox gözlə görünən hissəsinə qoyulur və bununla da bəd nəzərdən qorunmuş olurlar. Müxtəlif demək, gözə qarşı olan əşyalardan istifadə olunur. Məsələn, həyət bacanı qorumaq üçün, gözdən, nəzərdən qorunmaq üçün, tutaq ki, bir çox yerlərdə ənənəvi olaraq rast gəldiyimiz, məsələn, at və ya it başı, siklet formasından istifadə olunur. At nalından istifadə olunur, evlərin qapısına at nalı vurulur. Ondan sonra üzərlik yandırılır. Üzərlik yandırılaraq qorunur. Hesab edirlər ki, üzərliyin bu şəkildə qoruyucu bir funksiyası var. Onun tüstüsü evə verilir və yaxud adamın başının üstündə fırladırlar onu. O şəkildə qorunur. Rusiyada 1000 nəfər üzərində aparılan analizlərdən məlum olub ki, göy rəngli gözlər daha çox mənfi şüa yayır. Dolayısıyla göy gözlü insanların gözü daha çox dəyir. Ən çox nəzərə gələnlər isə qəhvəyi rəngli gözlərin sahibləridir. Gözdeki renkli tabakanın ismi iris tabakasıdır. Bunun normal kalınlığından daha az kalın olduğunda mavi ve yeşil göz olur. Normal kalın olduğunda tabaka normal kalınlıkta ise kahverengi gözdür. Daha ince olduğu için yeşil veya mavi gözler daha nazar değer. Beləliklə, nəzərin gözdəymənin real olduğu sübut olunsa da, bütün günü mənə göz dəyəcək fikri ilə yaşamaq da düzgün deyil. Çünki bu zaman sizdə qorxu hissi yaranır. Bu da orqanizminizin müqavimət gücünü azaldır. Odur ki, heç nəyə baxmayaraq həyatınızı doya-doya yaşayın ki, necə deyərlər, gözü götürməyənin bağrı çatlasın. Elmira Manaflı, Rahim Mustafayev, Licar TV. Adil, nə üçün deyirlər ki, ən dadlı yeməkləri məhz kişilər pişirir? Bəyən bu doğrudan belədir? Bəs necə? Bilmirsən ki, biz kişilərin əlləri daha duzludur. Bundan başqa biz yeməyi hər göstərişə, tərifə uyğun və dəqiqliyi ilə hazırlayırıq axı. Hə, yəqin elə buna görədir. Amma Adil, elə kişi peşələri də var ki, məsələn, hərbçi, pilot, qəssab, mühafizəçi kimi. Xanımlarımız onların öhdəsindən gəlməyi, özü də layiqincə gəlməyi bacarırlar. Bir sözlə desək, bu gün qadınlar artıq hər sahədə öz sözlərini deyə bilirlər.
Hətta heç zaman təsəvvür edə bilməyəcəyimiz peşələrdə belə. Elə mənim sujetimin qəhrəmanı da kişi peşəsinə asanlıqla yelənən və artıq bu peşədə öz sözü deməyi bacaran bir xanımdır. Maraqlıdır. O, hansı peşənin öhdəsindən gələ bilir ki? Bunu isə yəqin bir yerdə baxıb biləcəyik. Bərbər sənəti günün dəbinə görə ən öndə gedən peşələrdən biridir. Bərbərlik rəng və kəsim olaraq estetik gözəlliyin tələb olunması baxımından xüsusi bir sənətdir. Sənətin inkişafı daha çox sənətkarlardan, bacarıqlı ustalardan asılıdır. Adi həyat tərzində təmizliyin vacibliyi kimi, bərbər sənətinin də təməl fəlsəfəsi təmizlik və sağlamlıqdır. Hər dəfə salonlarda kişi ustalarını görürdük. Amma bu dəfə sizlərə illərdir xanım bərbər adını qazanan bir xanımla danışacağım. Bəlkə də ilk dəfə bərbər xanım sözünü eşitdiniz. Yəqin sizlərə də maraqlı gələcək. Odur ki, gəlin bir yerdə öyrənək. Salam. Salam. Necəsiniz Qala xanım? Yaxşıyam, çox sağ olun. Yəqin ki, kadrları görüb təəccüblənəcəksiniz. Bəli, gözümüz hər yerdə kişi salonlarında kişi bərbərləri görməyə alışıb. İndi deyəcəksiniz ki, kişi salonunda kişi bərbər olar da. Bu da düzdür. Amma 55 yaşlı Galina xanım artıq 36 ildir ki, bərbər işi ilə məşğuldur. Bu peşəyə həvəsi isə hələ yeniyetmə dövründən yaranıb. 3 il kursa getdikdən sonra işə başlayıb. Первый мой рабочий день проходил в большом салоне в советское время. İlk işim öz dostum üzərində oldu. Sonra gördüm ki, bu məndə əla alınır və başladım daha da təkmilləşdirməyə. Bəylərlə işləmək mənə əvvəllər biraz qəribə gəlsə də, sonradan işimi sevməyə başladım və zamanla bu sənətin vurğununa çevrildim. Düzdür, qıraqdan mənə insanların reaksiyası ilk baxışda yaxşı deyildi. Amma sonra onlar da mənim əl işimi görəndə fikirlərini dəyişdilər. Bakıda yeganə qadın bərbəri kimi tanınan Galina xanımdır. Onun sözlərinə görə əsas məsələ bəylərə üz quruluşuna uyğun saç forması seçməklə onları razı salmaqdır. Çünki həmişə səliqəli olmağa üstünlük verən kişilərin bərbərdən istədiyi də elə budur. Galina xanım qadınlarla işləməyin çətin olduğunu deyir və bunu onların kaprizləri ilə əlaqələndirir. Onun sözlərinə görə əks cinsi nümayəndələri isə əksinə səbirli və təmkinli olurlar. Elə vaxt olub ki, salona gələn kişilər içərisində məni görəndə təəccüblənib getmək istəyiblər. Hətta sən bu işi bacarmazsan deyənlər də olub. Amma onların marağı qalib gəlib və sınayıblar. Təbii ki, mən zəif cinsi nümayəndəsi olsam da onlara sübut etmişəm ki, əslində qadınlar da kişilərdən geri qalmır heç bir işdə. Və həmin insanlar sonradan mənim daimi müştərimə çevriliblər. Qala xanım artıq işlədiyi bu illər ərzində təbii ki, özünə daimi müştərilər də qazanıb. Demək olar ki, bəylərimiz də ondan çox razıdırlar. Gəlin elə onun özündən soruşaq. Salam. Salam. Biz baxdıq, demək olar ki, saçınız və üzünüz hazırdır. Qala xanım hazırladı. Necədir? Bəyənirsiniz xanımın əl işini? Çox bəyənirəm. Mən hər zaman bu yanına gəlirəm. Saçımı düzəlmək, üzümü yıxmaq, hamısını çox razıyam. Bax, necə oldu ki, xanıma üst tutdunuz? Bizə maraqlıdır. İlk dəfə keçirdim, buradan gördüm ki, kişi salonu yazılıb. Bir baxırım, qadın xeyli aldıkardır. Girdim, maraqlandım. Belə ki, bəli, mənəm. Yaxınlaşdım bir dəfə, ondan bəri gələm, bir ilə yaxında gələm. Galina üçün bərbərlik artıq bir həyat tərzinə çevrilib. Xanım bərbər deyir ki, bu sənət ilk növbədə diqqət və incəlik tələb eləyir. Hətta Galinadan bu sənəti öyrənmək istəyən xanımlarımız da var. Təbii ki, hər bərbərin birinci köməkçisi onun alətləridir. Qala xanımın da özünə məxsus fərqli, onun köməyinə çatan alətləri var. Gəlin görək, onlardan necə istifadə edir. Qala xanım, bizə biraz öz alətlərinizdən danışardınız. Masada olan alətlərin təmizliyi çox vacibdir. Bərbərlikdə əsas alətlər qayçı və ülgücdür ki, onları mütləq spirtlə təmizləmək lazımdır. Onun üzərində mikrob qalmasın. Mən bu mikrobları tamam məhv etmək üçün alışqandan istifadə edirəm. Ülgücü spirtləyib, yandırıb, yuyaraq sterilizə edib istifadə etdikdə daha təmiz olur. Mən buna çox həssas yanaşıram. Həftənin hər günü təmizliyə vaxt ayırıram. Saçı seyrəltmək üçün bu qayçıdan istifadə edirəm. Bax belə, Galina xanım bir daha göstərdi ki, biz zərif cinsin nümayəndələrinin istəyib də öhdəsindən gələ bilmədiyi heç bir iş yoxdur.
Türkan Mahmudova, Zaur Bayramov, Lider TV. 7:40-da qatar gələcək. Bizim köhnə, sevimli qatarımız. Türkan, nə oldu sənə? Yaxşısan, ha? Yəqin indi siz tamaşaçılar da adi kimi bu nə danışır deyə düşündünüz. Nəzərinizə çatdırım ki, bunlar elə-belə söz deyil. Yahudi milli rəqsi kimi tanıdığımız Semsoruk, yəni 7:40 rəqsinin mahnısının sözləridir. Belədir də, mən də elə bildim. Görəsən sənə nə olub? Qorxdum. Narahat olma, hər şey qaydasındadır. Düzünü deyim, əvvəllər elə bilirdim ki, Semsoruk rəqsinin adındakı bu rəqəmlər musiqi taktını bildirir. Amma daha ətraflı araşdırıb öyrəndim ki, sən demə 7:40 qatarın vağzala yetişmə zamanını bildirirmiş. Türkan, indi deyə bilmərəm, amma tələbəlik vaxtı bu rəqs olduqca populyar idi. Bəlkə elə indi də belədir. Bunu isə Nurlandan eşidəcəyik. Əgər bu rəqs haqqında ilk dəfədir eşidirəm deyirsinizsə, o zaman doğrudan da izləməyə dəyər. Nurlan sizlərə bu olduqca populyar rəqsdən, onun yaranmasından, tarixindən, ifa qaydalarından ətraflı danışacaq. Yəhudi xalqı ən qədim tarixə malik xalqlardan biridir. Yaşı 2000 ildən çox olan bu millət əsrlərdir ki, öz kökünə, adət-ənənələrinə, mədəniyyətinə sadiqdir. Yəhudi mədəniyyəti əsasən dini mərasimlər və inanclar əsasında formalaşıb. Onlar məskunlaşdığı hər ərazidə yerli xalqla qaynayıb qarışsalar da öz ənənələrini, mədəni irslərini yaşada biliblər. Azərbaycan yəhudiləri isə Qafqaz dağlarında hələ qədim zamanlardan məskunlaşıblar. Hazırda Azərbaycan dağ yəhudiləri xalqımızla mehriban şəraitdə yaşayırlar. Bizim Xıram dağılandan sonra yəhudi xalqı dünyanın hər bir yerini səfərlənibdir. Və əlbəttə bu yerlərdən biri də Qafqaz dağlarıdır ki, yəhudi xalqı burada sıxlaşıb, birləşib və bir xalq kimi başqa xalqların arasına girib. Bunlardan da biri bizim doğma boya başa çatdığımız Azərbaycandır ki, burada bizim millət özünə bir sığınacaq tapıbdır və illər boyundan öz mədəniyyətini, öz, necə deyərlər, torasını, öz qanunlarını saxlayıbdır və bu da tərlətlığın daha yüksək səviyyədə olduğunu, nəinki bu axır illər, ümumiyyətlə bütün illər ərzində, keçmiş illər ərzində Azərbaycanda olan tolerantlıq hesabına bizim millət burada özünü bir millət kimi saxlayıbdır. Yəhudi mədəniyyəti öz zənginliyi və koloriti ilə dünya mədəniyyətlərindən seçilir. Köklərinə bağlılıq bütün ənənələrdə mövcuddur. Musiqi və rəqsləri isə insana şən əhval-ruhiyyə bəxş edir. Bunlardan biri də hamımızın Semsoruk kimi tanıdığımız 7:40 rəqsidir. Ayşə Mirzəyeva artıq illərdir ki, rəqslə məşğul olur. Deyir ki, yəhudi rəqsləri həmişə ona maraqlı olub. Çünki bu rəqslərdə nikbinlik, həyata inam təbliğ olunur. Onlar daha çox məişət problemlərini, ailədə olan hadisələri öz rəqslərində zarafat şəkildə əks etdirməyə çalışırlar. Bu onların ən parlaq xüsusiyyətlərindən biridir. Bir çox mənbələrdə qeyd olunur ki, Semsoruk rəqsi artıq 19-cu əsrdən tanınırdı. Lakin musiqinin ilk yazısı 1903-cü ildə Sanafon Cəmiyyətinin orkestri tərəfindən həyata keçirilib. Maraqlıdır ki, Semsoruk ritmik rəqsinin yaşı 100-ü çoxdan keçsə də ona bu adın kimin və necə verdiyi hələ də dəqiq məlum deyil. Yəhudi rəqsləri çoxdur. Bu rəqslərdə adətən məişət problemləri məsxərəyə qoyulur. Yəhudilərin ən maraqlı rəqslərindən biri də Semsorukdur. Burada müxtəlif jestlər var. Həm fərdi, həm də kollektiv şəkildə ifa olunur. Bu rəqsdə sujet xətti də var. Qrup şəklində ifa olunarkən daha estetik görünür. Çünki rəqs yarandığı dövrdə fəhlələr şənlənmək məqsədi ilə bir yerdə oynayırdılar. Bizim məktəbdə də bu rəqs tələbələrə öyrədilir. Sevilir də. Rəqsin tarixinə nəzər salanda isə maraqlı faktlarla üzləşirik. Belə ki, bu musiqinin yaranmasının bir çox versiyaları mövcuddur. Misal üçün, versiyalardan birinə əsasən musiqidə Odessa tramvayı haqqında danışılır. Bunu sözlərdən də bilmək olur. Digər mülahizəyə əsasən isə musiqidə qatardan söhbət açılır. Belə ki, Odessa şəhərində işləyən yəhudilər səhər tezdən 7:40-da birinci qatarla şəhərə gəlirdilər. Bu versiya daha düzgün sayılır. Əksər yəhudi rəqslərində olduğu kimi Semsoruk rəqsində də, yəni 7:40 rəqsində də əyləncə və şənlik var. Ümumiyyətlə isə yevrey rəqsləri daha çox ayaq üzərində qurulur. Əl hərəkətləri isə Allaha, dini inanclarla bağlıdır.
Təsadüfi deyil ki, 7:40 rəqsi bütün dünyada tanınır. Keçmiş Sovet məkanında isə demək olar hər kəsin sevimli rəqslərindən biri idi. Hazırda da bir çox musiqi məktəblərində və akademiyalarda yəhudi rəqsləri öyrədilir. Unutmayaq ki, hansı xalqa mənsub olmasından asılı olmayaraq musiqi və rəqs hisslərin ifadə vasitəsidir. Nurlan Vilayətoğlu, Ülvi Rəhimov, Lider TV. Qurunun ən nəhəng canlısı fillərdir. Bu qocaman varlıqlar nə qədər yöndəmsiz və vahiməli görsənsələr də, gözlərindən necə deyərlər, mehribanlıq yağır. Özü qədər qocaman ürəyi olan bu heyvanları balaları ilə görmüsən də yəqin ki. Deyirəm, ana anadır da, istər insan olsun, istərsə də heyvan, eyni şəfqət və qayğı ilə balasına sarılır, onu sevgisi ilə əhatə edir. Türkan, fillər haqqında bir mif də var. Düzünü deyim, bunun nə dərəcədə həqiqətə uyğun olub-olmadığını heç özümdə bilmirəm. O hansı mifdir ki elə? Bəlkə sən də eşitmirsən. Sən demə bu fillər ki var ha, tək bir canlıdan qorxur. Bu nə olsa yaxşıdır. Nə? Siçanlar. Doğrudan, heç yatsam yuxuma da girməzdi ki, bu nəhənglər bu balaca bir gəmiricidən çəkinirlər. Bu haqda Gülnara da danışdım. O da elə mətənbəlliyi aldı əlinə mikrofonu başladı araşdırmağa. İndi də necə deyərlər, əli dolu gəlir. Buyur Gülnar, söz bu dəfə səndədir. Siçanlar gəmirici heyvanlar fəsiləsinə daxildir. Onların rəngləri təbii mühitə görə dəyişə bilər. Mütəxəssislər deyir ki, gəmiricilərin içərisində ən ağılları ağ siçanlar hesab olunur. Çünki onlar digərləri ilə müqayisədə daha aktiv və çevikdirlər. Hətta onlar təbiətdə baş verəcək hadisələri əvvəlcədən duya bilirlər. Onların orqanizmi daha çox güclüdür, dözümlüdür. Həm infeksiyalara qarşı, həm soyuğa, istiyə. Siçanlar təbiətdə həddindən artıq çox olsalar, insanlara çox ziyan olacaq. Həddindən artıq az olsa, o da ziyan olacaq. Yəni ki, stabil tarazlığı saxlayır. Çünki onlar elə bir heyvanlardır ki, hara gəldi girirlər, insanların evlərinə, başqa çirkab yerlərə. Üstlərində müxtəlif infeksiya daşıyırlar. İnfeksiya daşıyıcıları ola bilər. Cürbəcür rəngdə siçan görmək olar. Siyam növü var, tüksüz siçanlar var, təmiz tüksüzdür, dəridir. Sfinks pişiklərinə bənzəyirlər. Apardığımız araşdırmalardan məlum oldu ki, əsrlər boyu pişiklərlə mehriban düşman olan siçanlar həm də ilanların ən sevimli qidalarıdır. Siçanlar təbiətdə yem bazası kimi rol oynayırlar. Məsələn, onlarla qidalanan yırtıcı quşlar, ilanlar və s. kimi yırtıcı növləri var ki, məhz siçanlarla qidalanırlar. Ən çoxu, məsələn, ilanların rahat ovudur o. Çünki ilanlar quşla tam ova eləyə bilmir. Yəni, yaralı quş nadir halda düşər, onu uda bilər. Amma çoxlu siçanı və yaxud da başqa gəmirici yuvasına girib onu rahatlıqla tutub, yəni öldürüb öz qidasına çevirə bilər. Satıcı Rahim Gözəlov deyir ki, bu kiçik gəmiricilərin gözəl bir xüsusiyyəti var ki, insana tez öyrəşirlər. Onlara qulluq etmək də çətin deyil. Onu da vurğuladı ki, bu heyvanlara maraq əvvəlkinə nisbətən xeyli artıb. Bunları ən çox Amerikada və İngiltərədə çox saxlayırlar, ev heyvanları sayılırlar. Yavaş-yavaş bizimkilər də alırlar. Nə deyirlər, gələndə daha çox hansılara üstünlük verirlər? Xəmyak da alırlar, balaca o da ev heyvanlarıdır. Prosta onların yaşam tərzi 2 il olduğuna görə hər adam onu alıb öyrəşib, sonra da ayrılmaq istəmədiyinə görə biraz bunlara üstünlük verirlər. Bunlar daha həm də ələ öyrəşən heyvandır. Bəs rəngi baxımından ən çox hansılara üstünlük verirlər? Rəng baxımından hərənin zövqünə görə. Qarası da var, sarı qaralı olur, ağ rəngi olur. Qızlar daha çox ağ rəngi xoşlayırlar. Onu da xatırladaq ki, bu gəmiricilər soyuğa davam gətirən heyvanlar deyil. Odur ki, siçanları evdə saxlamaq eşqinə düşsəniz, ilk növbədə onları soyuqdan qorumalı olacaqsınız. Unutmayın, heyvanlar hər nə qədər yırtıcı olsalar da elə məqamları var ki, onlar yenə də bizim diqqət və qayğımıza ehtiyac duyurlar. Gülnar İlqar qızı, Rahim Mustafayev, Lider TV. Bax belə, bizdən bugünlük də bu qədər. Fürsətdən istifadə edib verilişimizin YouTube-dakı səhifəsini də xatırlatmaq istərdik. Siz YouTube-a daxil olub bizim səda yazmaqla qaçırdığınız hər bir sujeti izləyə bilərsiniz. Sabah yenidən görüşmək ümidi ilə sağ olun, salamat qalın. Siz də bu aləmin, sehirli aləmin, kimlər var bu sayfələrdə? WhatsApp-da smalik var, belə öyle. Bu mənim axırıncı çaşmağımdır. Bundan sonra sən çaşacaqsın. Baxarıq. Caz musiqisi dünya Dedim çaşatsa və sujetimi diqqətlə izləyin. Tərifli
Təsadüf deyil ki, məhz bu janrda yaradan. Təsadüfi. Nə olar? İyini söhbət Həm də mən demirsən. söyləmişdim. Təbii ki, tarixi mövzulu və psixoloji triller. Hətta bununla bağlı araşdırma da aparıb. Doğurma da aparıb. Disko, partizano.